Salam değerli dostlar, gördüğünüz kimi bugün arkada dalgalanan bayraq ve bu meydandaki insanlar hamısı şahın tərəfdarıdır ve paxlava ayran şuarlarından gəzirlər burada, qışqırırlar ve Eins Reich, Eins Führer sloganlarından bir şah bir cahan nəsə belə bir şey. Yani faşist, bildiğimiz faşist. Dünən xalq mücahidlər gəlmişdi. Bugün bunlar, yəni komünistlərdən millətçilər hakimiyyətə gəlmək istəyir. Ondan da pis durum odur ki, mollalar da hakimiyyətdə. Siz təsəvvür elə bilərsiniz hansısa başqa bir belə dövləti, Avropa dövlətini ki, şahçı kommunistlər ya da şahçı faşistlər ya kommunistlər gəlsin hakimiyyətə ya da mollalar olsun hakimiyyətə. Yox. Bu dövlət xəstədir, bu İran deyilən yer şizofreniyadır, başda nələr. İşte heç kim nəsə yaxşı şey gözləməsin İrandan. Çünki bizə nə molla lazımdır, bizə nə xalq mücahid lazımdır, nə də bu şovinist şahçılar. Bu manqurt türklərdə Xəmeynisi, Pəhləvisi, nə bilim mən, bu kommunistləri, onlar bizə başqa millətlərdən də çox düşmandır. Bizim bir nömrə bir düşmanımız manqurtlardır. Bu qurumların başında duran manqurtlar. Ona görə bizim bir ideologiyamız var. Turançılıq bir ideologiyamız var. Cumhuriyyətçilik, türkçülük, türk birliyi, Azərbaycan oyaqdır, türk dilinə dayaqdır. Daha başqa cürə yoxdur bunun nəsə interpretasiyası. Belə. Qısaca olaraq durum belədir. Öndə də göstərəcəm nə baş verir. İran emru dedi ki, az kanun sazların mabadi tarihi muhasiri konulara dönür. Özüm təhlükədəyilsin. Giden bir grup insan beni muhasireye alıp üzlerini sikim burada üzleri. Başa düşmürəm nə istəyirlər, səbəb nədir? Burada əlini vurma. Nə başı ağırdaram ha. Başı ağırdaram deyirəm. Elə mən. Sən xeyirdir burada. Xeyirdir. Xeyirdir. Nə söylüyorsun? Yox xeyirdir deyirəm. Sənə nə kimlən ki? Sənə çıxdıran mən bakıyorum. Sənə kimsə deyən oldu. Sen derdin nedir? Senin derdin ne? Derdin nedir? Derdin ne? Sen benden ne istiyorsan? Sen bir an neden Yok hayırdır. Kardeş hayırdır. Durmuşam burada. Durmuşam. Ya Burada herkes durmuş. işinizde olun kardeş. Başlı ağırdaram. Ne yapacaksın? Ben sana dedim ne bade elini vurasan bana. Öyle yapma. Ne bade elini vurasan. Bayla yapma. Git. Bayla yapma. Lan ben demem Azerbaycan dilinde tanışıysa. Azerbaycan dilinde tanış. Kim küfür ediyorsun? Küfür. Ben küfür zaten. Sen küfür ediyorsun. İşime bak. Benim suratımdan neden İşime bak dedi. Git işimin dalınca. Dokunma bana. Dokunma işimin dalınca git. Sen ne yapacaksın? Ben sana dedim. Beni muhasireye alma dedim sana. Böyle bağırma diyor. Ben dedim ki elini dokunma bana diye. Kimse de elle dokunmadı. Benim elim cebimde. Hayırdır. Ben elledim cebimde. Sen de nesin? Benim Benden elim nesin sen? Senden hiçbir şey istemez. Ne düşman dalınca kardeş. Sen kimsin? Allah el çekin benden xəstəsən, nəsən, Allah bilək. Durub beni burada muhasireye almışsan bilək. Allah get düşman dalınca bilək. Neyse başıma ağırdılar. Xeyirdir mənim olsun. Bak bu da arkada 2 nəfər, 3 nəfər. 3 nəfər. Yaxşı, əcəb eləyirəm, əcəb eləyirəm. Ağa. Başı ağırdaram. Elini dokunma, vurma mənə. Dokunma mənə. Sen neden video çekiyorsun? Get işimin dalınca. Ne hangi işimi? Başı ol, naxuy. Böyle bir uygulama. Elini dokunma mənə dedim. Dokunma mənə dedim bilək. Bırak, elini vurma. Başı ağırdaram. Siyasetçiyim. Ben mi vermem? Elini vurma mənə bilək. Sen en başta böyle yapıyorsun. Dur. Sen
vur. Elini vur. Dur. Gaz da Elini vur.